Bismillah və elhamdülillah və salatu və selamu alə Rasulillah. Sualların düzgün cavabları. Birinci sualın cavabı əqidədə 3 mühüm qayda, hansı ki biz yazmışdıq bunu. Əqidədə 3 mühüm qaydanın birincisi, əqidə ancaq Quran və sünnədən götürülür. İkincisi, etiqadın Quran və sünnədən olan dəlillərini ancaq sələfin fəhmi ilə öyrənmək lazımdır. Üçüncüsü, qeybi məsələdə ağıl şəriətdən önə keçmir. İkinci sual, Əhl-i Sünnə əqidəsinin götürdüyü mənbələr, yəni məsələlər deyirlər buna, 3-dür: Quran və Sünnə və icma. Üçüncü sual, sələfin fəhmi dedikdə nə qəsd olunur? Yəni sahabənin başa düşdüyü kimi bu dini başa düşmək. Dördüncüsü, buna dəlil Quran və Sünnədən, necə bilirsiniz ki, çoxdur. Onlardan biri məsələn, Allah Subhanahu wa Taala Nisa 115-ci ayədə buyurur ki, kim ona haqq bəlli olduqdan sonra möminlərin, Allahın Rasulunun möminlərin yolundan başqa bir yola uyarsa, yəni burada möminlər, alimlər deyir ki, nədir? Sahabələrdir. Sələfin fəhminə işarədir. Şirkin tərifi təsviyyatü qeyrullah məallah. Allahdan qeyrisini Allahla bərabərləşdirmək. Altıncı sual, pirlərə gedib qurban kəsən, yəni burada bəzi cavablarda görürəm, böyük şirk yazılır, amma bu bidətdir, qardaşlar. Yəni bu bidət sayılır, çünki buna şirk deyən alim yoxdur. Yəni ümumiyyətlə bu şirk sayılmır. Çünki insan şirkə aparan yol deyə bilirsiniz. Amma şirk demək olmaz. Çünki insan nəticə etibarilə o qurbanı, o ibadəti Allah üçün eləyir. Lakin o yerin yəni fəzilətli olduğunu güman edir, zənn eləyir. Və bu səbəblə bu ibadətə bidət deyirlər. Yəni şirk demirlər. Nə vaxt şirk olur, o ibadəti Allah üçün yox, o qəbirdə yatan üçün kəsilərsə. 7-ci sual, elə bir günah varmı dünyada o bağışlanmır? Elə bir günah yoxdur, qardaşlar. Kimsə deyə bilər şirk, lakin şirk əgər sahibi bunun üzərində ölərsə Allah təala bağışlamaz. Amma dünyadadırsa, bu dünyada nəfəs aldığı müddətcə bütün günahlar tövbə qarşılığında bağışlanır. 8-ci sual, çünki Allah təala buyurur ki, İnnallaha yaghfiruz-zunube cemiyan. Orada yəni ümum. Elə bir günah yoxdur ki, orada xüsusiləşdirsin. 8-ci sual, müşriklərə nazil olan ayə ilə müsəlmanlar qorxudulur. Hansı qayda ilə izah olunur? Qayda bu cür idi ki, Əl-ibratu fi umumil ləfz, lə bi xüsusi səbəb. İbrət ümumi ləfzdədir, xüsusi səbəbdə deyil. 9-cu sual, riya nədir? Riya əməlləri göstərməkdir. Göstəriş üçün etməkdir. 10-cu sual, sum'a isə eşitdirməkdir. Məsələn, insan gelir, əməl eləyir, səhər durur, insanlara danışır ki, yəni mən bu cür əməl etdim. 11-ci sual, Allahdan qeyrisinə and içmək müşrikdir. Xeyr, sual burada xətadır əslində. Allahdan qeyrisinə and içmək şirkdir. Lakin kiçik şirkdir, sahibini müşrik etmir. Nə zaman böyük şirk ola bilər? Əgər sahibi, yəni and içən adam, o içdiyi andı Allah Taala'nın əzəmətləşdirdiyi kimi əzəmətləşdirərsə, bu zaman böyük şirk olur. 12-ci sual, səbəblərdə insanlar 4 qismdir. Onlardan əşarilər, səbəblərdən müşrik olanlar və hər şeyi səbəb görənlər. Və Əhl-i Sünnə isə deyir ki, səbəblər var, lakin özləri öz zatında təsir edici deyil. 13-cü sual, həqiqi səbəbin olması üçün neçə şərt var? Bəzi qardaşlarda görürəm, sadəcə bunu rəqəmlə yazıblar. Yəni 3 şərt, vəssalam, və yaxud da 3. Yəni bu cür əslində doğru deyil. Yəni gələcək imtahanlarda bu cür etməyin inşallah. Əgər bu cür olunarsa, cavab qəbul olunmaz. Çünki burada biz qəsd etdiyimiz şey ki, neçə qismdir, neçə şərti var, neçə dənədir, neçə ədəddir. Bu şeylərdə qəsdimiz odur ki, biz rəqəm istəmirik ki, biz bunun açıqlamasını istəyirik. Barakallahu fikum. Həqiqi səbəbin olması üçün neçə şərt var? 2 şərt var. Birincisi, təcrübə əhli onu isbat etməlidir ki, bu səbəbdir. İkincisi isə şəriətdə səbəb sayılmalıdır. Şəriət onu səbəb sayılmalıdır. 14-cü sual, bərəkət nədir? Bərəkət bir şeyin artması və çoxalmasıdır. 15-ci sual, bir şeyin bərəkətli olması üçün neçə şərt var? Bir şeyin bərəkətli olması üçün 3 şərt var. Onlardan birincisi, Quran sünnə bu şeyin bərəkətli olduğunu bildirməlidir. İkincisi, keyfiyyəti də, necəliyi də Quran və sünnə təyin edir. Üçüncüsü isə o bərəkətin, yəni o şeydən olduğunu deyil də,
Allahdan olduğunu etiqad etmək. Və doğrusunu Allah bilir. Cavabları da yoxladım. Allah sizdən, hər birinizdən razı olsun. İmtahanı verənlərdən də, verməyənlərdən də çalışmaq lazımdır ki, bu verənlərin sayısını artırmaq lazımdır. Bəzi qardaşlar var ki, yeni qoşulmasına baxmayaraq, verdikləri cavablar ziyadəsindən məni məmnun elədi. Allahümmə bərik. Allah Taala'dan diləyirəm ki, hər birinizin qədəmlərini bu elm yolunda sabit etsin. Elmin həmişə əvvəli çətin olur və sonra Allah Taala ixlaslı olduğun müddətcə sənin ixlasının miqdarında Allah Taala bu dini sənin üçün asanlaşdırır. Çünki həqiqətən də bu din çətindir. Hansı ki Allah Taala Quran-ı Kərimdə buyurur ki, sənə ağır kəlmələr indirmişik. Yəni ağır kəlmələr deyəndə nə nəzərdə tutulur? Şəriət. Şəriət çətindir qardaşlar. Ona görə səbirli olmaq lazımdır. Bir müddət səbr edək. Yəni bu çətinliklərə dözdükdən sonra Allah Taala asanlaşdırır. Və sonra onun elə bir şeydir ki, elə bir nemətdir ki, elm onun sən azuqəsini həm dünyada, həm də axirətdə görürsən. Axirətdə Allah Taala səni peyğəmbərlərlə, alimlərlə, siddiqlərlə, şəhidlərlə bir yerdə həşr edir. Yəni bu ən böyük şərəfdir elm əhli üçün. Və dünyada isə baxın görün, elm o qədər şərəfli bir şeydir ki, hamı özünü ona nisbət edir. Hətta cahil də özünü ona nisbət edir. Heç kim demir ki, mən cahiləm. Hamı deyir ki, mən bilənəm. Yəni o qədər elm şərəfli bir şeydir ki, bilməyən də özünü ona nisbət edir. Ki, yəni bilən olduğunu nisbət edir. Ona görə də bu dini öyrənmək və bunun üzərində səbirli olmaq lazımdır. Və öyrənməyin də ən gözəl, əzbərləməyin, yadda saxlamağın ən gözəl yolunu sizə deyim. Ən gözəl yolu öyrəndiyinizi başqalarına öyrətməkdir. Məsələn, burada öyrəndiniz ki, əqidədə 3 mühüm qayda var. Onu əzbərləyin və sonra gedin başqasına bunu öyrədin. Və bu alimlər buyurur ki, yəni yadda saxlamağın ən gözəl qızıl qaydalarından biridir. Öyrəndiyini başqasına öyrətmək. Allah sizlərə bərəkət versin. Allahdan hamınız üçün bərəkət diləyirəm və Rəbbimə dua eləyirəm ki, Allah Taala bizləri ixlaslı davamlı etsin və Allahın dinini öyrənməyə, bizə öz dinini öyrənməyə yardım etsin. Çalışaq səhlənkarlıqlara yol verməyək. Bəzən görürsünüz ki, qardaşlar bir gün qoşulur, 5 gün qoşulmurlar. Yəni bu cür səhlənkarlıqlara yol verməyək. Onsuz da ki, həftədə bir dəfədir. Yəni Allahın dininə həftədə bir dəfə 1 saat ayırmaq çox azdır əslində. Çox azdır. Yenə də diqqət etmək lazımdır. Selamun aleyküm və rəhmətullah.